Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlərin, hadisə yerinə baxış protokollarının, onlara əlavə olunan fotomaterialların zərərçəkmiş şəxs və şahid ifadələrinin 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməni əsilli şəxslərin ifadələrinin tədqiqi ilə davam etdi. Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq təqsirləndirilən Arkadi Qukasyan dedi ki, Robert Köçəryanı 1992, Samvel Babayanı 1993, Murad Petrosyanı 2000-ci ildən tanıyır. O, 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu dedi. Sonra Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırım üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif etdi. Əvvəlcə Xocalı soyqırımınadək rayonda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Xocalının Meşəli kəndinə basqın edilməsi, kənd sakinlərinin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, malqaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olundu. Sonra zərərçəkmişlər ifadə verdi. Zərərçəkmiş şəxs Elman Məmmədov dedi ki, 1988-ci il fevralın 12-sindən ermənilərin Miatsun şüarı altında Əsgəranda başladığı mitinqlərin, ixtişaşların şahidi olub. Fevral ayının 12-sində ilk dəfə kütləvi etirazlar, mitinqlər Əsgəranda başladı. Səhərisi gün fevralın 13-də Xocalıda başladı və ondan sonra da hamıya məlum olan hadisələr davam elədi. 1988-ci il sentyabrın 18-də Xankəndidə mitinq keçirilib və orada ermənilər Xocalıların rayondan çıxarılmasına dair qərar qəbul edib. Həmin vaxt azərbaycanlıların 10-adək evi yandırılıb, çoxlu sayda sakinlər yaralanıb. Azərbaycanlılar zərər çəkdiyi halda sonradan 9 nəfər həbs edilib. Amma hücum edən bir nəfər də olsun erməni həbs olunmayıb. Zərər çəkmiş dedi ki, həmin vaxt Robert Köçəryanın iştirakı və göstərişi ilə Xankəndidə ipək kombinatında işləyən qadınlara işgəncə verilib. Onların üstünə isti su atıb, təhqir edib, incidiliblər. Azərbaycanlıların evlərinə basqın edib, döyüblər. Ev eşiklərini dağıdıblar. Həmin vaxt Xocalı mühasirədə olub. Xocalıda çox sayda yaralılarımız var. Heç ara çıxarda bilmirik. Səbəb nədir? Axırıncı mülki vertolyot 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xankəndi üzərində ermənilər tərəfindən vuruldu. 50 nəfərə qədər sərnişin o vertolyotda həlak oldu. Həmin vaxtdan vertolyotların uçuşları dayandırıldı. Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarını cavablandırarkən zərər çəkmiş şəxs dedi ki, biz bacardığımız qədər özümüzü müdafiə etməyə çalışırdıq. 1991-ci ilin payızından sonra Ermənistanın Azərbaycana qarşı müharibəsi daha da şiddətlənib. Xocalı 4 ay mühasirədə olub. Şəhər vertolyotların ümidinə qalıb. Şəhəri mülki sakinlər müdafiə edib. Zərər çəkmiş dedi ki, həmin vaxt Ermənistan Silahlı Qüvvələri, qanunsuz erməni silahlı birləşmələri, xaricdəki erməni terror təşkilatlarının üzvləri, erməni muzluları təşkilatlanmış formada planlı şəkildə hərəkət edib. Xocalının Meşəli kəndi bir gecədə yandırılıb. Həmin kəndin 30-a dək sakini qətlə yetirilib. Ondan əvvəl isə Cəmilli, Malıbəyli, Qaradağlı kəndlərində faciələr yaşanıb. Elman Məmmədov bildirdi ki, həmin vaxt Xocalıda qaz, elektrik enerjisi yox idi, ərzaq tükənirdi. Fevralın 25-dən 26-sına keçən gecə isə Xocalıya hücum edilmişdi. Məqsəd Xocalı sakinlərinin hamısını məhv etmək idi. Cəmi 8-9 saat ərzində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirildi. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi. Zərər çəkən dedi ki, 1988-ci ilin fevralında hadisələr başlayanda Xocalıya ətraf ərazilərdən evlərindən didərgin salınmış xeyli sayda azərbaycanlı ailə pənah gətirmişdi. Elman Məmmədov bildirdi ki, həmin vaxt Seyran Ohanyan kapitan rütbəsində rota komandiri idi. Əraziyə özbaşına hərbi texnika gətirib yerləşdirmişdi və deyirdi ki, biz burada təlim keçəcəyik.
Zərər çəkmiş dedi ki, həmin gecə anasını və digər yaxın qohumlarını itirib. Zərər çəkmiş Kübra Məmmədova dedi ki, Xocalı işğal ediləndə 2 yaş yarımlıq olub. Bacısının dediyinə görə Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyərək ölüb. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərər çəkmiş dedi ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən axtaran qohumlarına verib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər Xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyub. Zərər çəkmiş şəxs Fitat Məmmədova dedi ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gəliblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutub. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu gündüzə qucağında qəlpə dəyərək həlak olub, özü isə yaralanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərər çəkmiş qeyd etdi ki, əri Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən Qaraqaya deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbiçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada polis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova, qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbiçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədovu girov götürərək Əsgərana aparıblar. Ermənilər Əsgəran Milli Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onu diri-diri yarıb ürəyini çıxarıblar. Qardaşı Vasifi işgəncə verərək qollarını və ayaqlarını sındırdıqdan sonra güllələyərək öldürüb. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyib öldürüblər. Zərər çəkmiş Zöhrab Muradov dedi ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər alazan tipli raket atıb. Bir qardaşı şəhid olub, digəri yaralanıb. Zərər çəkmiş ifadəsində bildirdi ki, o Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər Azərbaycanlı olduğu üçün onları işdən çıxarıb. 4 aylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt Ağdamda olub. Şelli kəndində Xocalıdan qaçmış adamları ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və 2 övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib. Kətik dağından, Nerəguqdan və Mehdi kənddən ateşə tutdular bizi. Həmən vaxtı biz də hamımız özünü müdafiə postlardaydıq. Qardaşım yazıq gəldi ki, evdən uşaq ailəsinin, atamı, balaca bacımı, qardaşımı çıxarsın. Alazan tipli raketlə vurdular. Qardaşım şəhid oldu və ondan ən balaca qardaşım isə yaralandı. Neçə il bu dəqiqə onun bədənində qəlpələr var. Zərər çəkmiş Azər Cəbrailov isə dedi ki, həmin gecə 8 yaşı olub. Erməni silahlıları onun anasını gözünün önündə güllələyiblər. Anası şəhid olub, qardaşı, atası və özü yaralanıb. Məhkəmə prosesi aprelin 18-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan,
Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.